Xətai rayonu Əhmədli kəndi həyəti olan kürsülü evin bu hissəsinə, deməli həyətin bu hissəsinə maşın daxil olur, yola yaxın, məscidə yaxın. Buradan deməli evin o zirzəmi hissələridir, burada görsənir. 5 otaqdan ibarət kürsülü, çıxarışlı evdir. Bu hissə mətbəxdir. Pəncərələr öz həyətinə baxır. Lazım olsa mətbəxin, yəni evdə genişliyi olduğuna görə mətbəxin yerini dəyişmək olar. Hamam, tualet bir yerdə deyil, ayrıdır. Ümumilikdə balacalı böyüklü 5 otaqdan ibarətdir. Balaca otağı da var burada. Qoşa daşdan tikilib. Evin altına 2 yerdən giriş var, yəni zirzəmi. Ev hazırda boşdur. Evin özü 70 kvadratdır içərisi. Ümumilikdə 150 kvadratdır, yəni çıxarışda. Tam paydır, yəni bu şərikli çıxarış kupça yəni deyil. Tam pay mülkiyyət. Ev 70 kvadrat, həyətlə bir yerdə 150 kvadrat. Torpaq sahəsi də hamısı çıxarışda qeyd olunub.